Deyirəm ölkəmizdə 3 gün kəskin yağışdan sonra yenə də diqqət edirsinizsə, hal-hazırda yerləşdiyimiz və təqdim edəcəyimiz evdə həyətyanı sahəsi olduqca qurudur. Ünvanımız Məmmədli qəsəbəsi. Ekonom marketlə 200-250 metr məsafədə. Baxın, şəxsi tikili 5 sotda manat betonlu 6 otaqdan ibarət həyət evi satışa çıxarıldı. Sənədimiz tam mülkiyyət çıxarışdır. Qiymətimiz isə 250.000 manat. Həyətində gördüyünüz qədəri besetkası, kababxanası, əl yumaq üçün yeri, ümumilikdə həyətyanı, yəni həyətdəki daxil 4 hamam sanuzel var. Biri həyətdə, 3 isə evdə. İkisi ümumi, biri isə yataq otağına məxsus hamam sanuzel. Həqiqətən də çöl görünüşü olduqca gözəldir, hörmətli izləyicilər. Bu arada xoşum gəlir ağacda sulamaqdan. Bir dənə zəhmət olmasa, oranı görsədəndən sonra yol hissəsini də görsədək, agah olsun ki, yerləşdiyi mövqeyi olduqca yaxın bir yerdədir. Qiymətimiz 250.000 manat, real alıcıda ev sahibi tərəfindən real qiymət indirimi olunacaq. Sağı solu sıx yaşayışdır, 5 sot torpaq sahəsindədir. Mətbəx mebeli, kombisi, listru, hər biri tam şəkildə hazırdır. Bir tək əşyaları və pərdəvi yığ, gəl yaşa. Əsas yolunun da məsafəsi olduqca yaxındır və mərkəzi kanalizasiya sistemi var bu həyətdə. Ona görə də diqqət etsə, bax, yol qupqurudur. Sibrizə açılan yeni yola da yaxınsınız. Yəni, hər birinə birbaşa yaxın ünvanda və inşallah ki, keçək evimizin daxilinə digər əsas məqamları da sizə göstərək. Qazı, suyu, işığı hər biri qaydasında. Yəni, bilirsiniz ki, hörmətli izləyicilər, hələm-hələm bu cür sotda, bu cür həyət evi olmur. Hə, desəz ki, bu həyət evində nə əksikdir, bir tək öz şəxsi fikrimi deyə bilərəm ki, baseynlə, yəni hovuz da əlavə eləyib, buranı çox rahat şəkildə istifadə edə bilərsiniz. Evimizin sağ hissəsindən keçsəz, arxa və sol hissəsindən keçib, bu hissədən çıxa bilirsiniz. Çünki məsafəsi var, bütün pəncərələr öz həyətinə baxır və həmçinin arxa hissəsindən metrə yarım 2 metrlik özünə məxsus yeri var. Kombi qutusunu görürsünüz. Baxmayaraq ki, evimiz 2 mərtəbədir və yenə də yerdən kürsülüdür. İndi isə keçək evimizin daxilini görsədək və ümumilikdə evimiz 6 otaq, 3 hamam sanuzeldən ibarətdir. Maşallah olsun, gözəlliyinə baxın. Birinci mərtəbə ümumilikdə tam şəkildə isti döşəmədir. Şəxsi tikilidir və fikir vericisi ara kəsmələri belə dairəvi cüt daşdır, yəni qoşa daşdır, belə deyək. Mətbəx mebeli yerdən tavana qədərdir. Dekorativ işıqlandırma, qaz peçi, yəni bunları da vurğulayım. Görürsünüz ki, həyəti görmək üçün də qəşəng olduqca geniş pəncərəsi də var ki, rahat şəkildə seyr eləmək mümkündür. Və birinci mərtəbədə bir yataq, bir qonaq. İkinci mərtəbədə isə 4 yataq otağı var. Sadəcə evimiz tam şəkildə yenilənir və görürsünüz ki, olduqca zövqlə, zəhmətdən və maşallah da olsun ki, çox da ideal bir nəticə gəlib çıxarılıb. Birinci mərtəbədə yerləşən sol hissədə hamam sanuzelimiz. Həmçinin yataq otağı. Nə qədər də tələssək, amma yenə də videomuz uzanır. Biz də montaj eləyib, nəm qısa-qısa kəsib video düzəldib paylaşmağı xoşlamırıq və görürsünüz ki, qranit mərmərdir və həmçinin tökmə alüminiumdur. Bax, bu raşotka deyək. Həmçinin bir dənə zəhmət olmasa bu hissəni görsədək, bax, buranı prosta deyib keçməyiblər, yəni bu belə mərmərdir. Yəni, xüsusi diqqət və nəzakətlə düzəli bir həyət evidir. 5 sotun daxilinədir, tam mülkiyyət çıxarışdır, yəni evin də, torpağın da xüsusi mülkiyyət çıxarışı var. Belə deyək ki, kupçası, bəzi şəxslər kupça ilə çıxarışı səhv salır və ikinci mərtəbədə yerləşən hamam sanuzel, yəni bu ümumi hamam sanuzeldir. Bütün aksesuarlar quraşdırılıb. Bir yataq otağı, 2 yataq otağı və sonuncu sağ hissədə ən sonuncu yataq otağı. Diqqət edirsə, dəyərli izləyicilər, listrdur, mətbəx mebelidir, kombidir, hər biri quraşdırılıb. Lazım olacaq 3 şey var. Birinci növbə halallaşmaq, ikinci növbə əşyalar yığıb, üçüncü növbədə isə yaşamaqdır. Görürsünüz ki, ailə yataq otağıdır və həmçinin otağa məxsus hamam sanuzel. Oranın da bütün hamam aksesuarları quraşdırılıb və heç biri zəif materiallardan istifadə olunmağı deyil. İndi isə istirahət zonası olan eyvan hissəsindəyik. Görürsünüz,
Burada durub təmiz havanı qəbul eləmək nə edəsəz dəyər. Allah hər kəsin xeyrin versin, hər kəsin işində uğurlar. Siz də bu evə sahib olmaq istəyirsinizsə, səhifədə qeyd olunan nömrələrlə əlaqə saxlayın. Sağı solunda yaşayışdır və görürsünüz ki, Sibizə açılan yol tam onun yanındadır. Rahat şəkildə Dərnöcdə gedə bilərsiniz, Bilgəhə də, Novxanıya da, yəni digər və yaxud da yerlərə. Qiymətimiz 250 min, tam mülkiyyət çıxarış, 5 otaqlı 6 otaq, 2 mərtəbə. Sağ olun, sağ olun qalın.